Herkese salam. Əziz dostlar, deməli, bugün bizim ilk vlogumuzdur. İlk görüntülü formada vlogumuzdur daha doğrusu. Daha önce Şamaxı rayonuna gedəndə çəkmişdim videonu. Ancaq orada görüntülü paylaşmamışdım, özüm danışmamışdım. İstədim ki, belə bir maraqlı video çəkim. Əgər bəyənilərsə, davamı gələcək inşallah. Təbii ki, like edib abunə olmağı unutmayın. Yolumuz Qubayadır. Səfalı yerlərimiz görünür. İnşallah ki, Qubaya da daxil olanda videonun davamı gələcək. Ətraflı formada sizə göstərəcəm. Və bu yol da ödənişli yoldur. 9 manat ödəniş etmişik və çox rahat yoldur. Yəni, kələkötürlükdən, narahatlıqdansa rahatlıqla bu yolu getmək daha yaxşıdır. Daha dəqiqin desək 9 manat 70 qəpik ödəniş etmişik bu yola. İnşallah ki, xeyirli, uğurlu olar bu video bizim üçün. Davamı gələr. Təbii ki, bəyənilsə. Artıq Qubaya daxil olmuşuq. Qubanın Yergüc kəndi idi, səhv eləmirəmsə. Ancaq havanın təmizliyi, sakitliyi çox hiss olunur. Demək olar ki, biz Bakıda belə bir havaya həsrət qalmışıq. Deməli dostlar, biz Qəçreş kəndinə getmək istəyirik. Qubanın içərisindəyik, yəni şəhərin özündəyik. Ancaq elə bir vəziyyət yaranıb ki, bugün həm Gül bayramıdır, həm də Ulu Öndərimiz Heydər Əliyevin doğum günü olduğu üçün çox güman ki, yollar yəni ona görə bağlıdır və biz də gedəcəyimiz nöqtəni dəyişməli olduq. Başqa bir yoldan gedirik. İnşallah ki, sağ-salamat gedib çatarıq. Artıq Qəçreşdəyik. Gördüyünüz kimi çox gözəl yerdir. Həqiqətən də çox heyran oldum, valeh oldum mən. Qubanın məşhur restoranı, Aynur restoranı. Maşınlarla sürürük. Yəqin ki, ödənişli olar. Baxarıq belə bizdən ya at minərik, ya nəsə bu maşınlardan minərik. Maraqlıdır. Həqiqətən də Qubanın təbiəti çox gözəldir.
Heç demədin neçədir? 5 manat yarım. O Heç üstündən adam düşdüyü olur. Yok ama. Neler olur hepsi baktırıyor ama. Qara bulut. Şansımızdan bugün hava qəşəng oldu. yağışda da belə gəlmək olar. Hə. Burada da meyvə sularıdır, kompotdur, turşulardır. Bu bulağın adı Dərəbulaqdır. Dərəbulaq istirahət güşəsi. Heç demək olar ki, mənim danışmağıma məncə düşünürəm ki, ehtiyac yoxdur. Elə bu səsi eşitmək insanın bütün stresin, əsəbini aparar. Yorğunluğunu çıxarar. Körpüyə çıxaq. Deyir 8 nəfərdən artıq olmaz. Ora nədir? Buranı da deyirlər. Burada Quba Vadi Otel. Sonra Şahəsər Oteli. Qudiyal çay. Arkada da yəqin ki görürsünüz Nazlı bulağı.
bulağın özünə çatanda belə bir heykəllə qarşılaşırıq. Heykəllə qalxırıq. Yuxarıda şəkil çəkdirdiklərinə görə tutub narahat eləmək istəmirik. Bu da belə. Artıq Nazlı bulaqdan çıxmışıq, üz tuturuq Mountain Breeze-ə. Buralarda artıq bulut var, göy gürültüsünün səsi gəlir. Gördüyünüz kimi hava qəfildən dəyişdi, Mountain Breeze-dən qaydanda güclü leysan oldu.
Bu gəzintimiz də belə macəralı keçdi. Gələrkən günəşli, qayıdarkən yağışlı. Bəxtimizdən hava səhər günəşli idi, gəzintimizi rahat elədik. İndi qaydanda güclü yağış başladı. Maraqlısı da odur ki, cəmaət hələ indi gəlir. Bizim isə artıq gəzintimiz bitdi. Az öncəki leysandan sonra görün hava necə dəyişdi. Meşəlik bölgəsinin günəşli tərəfində başqa bir gözəllik var. Bura deməli Qubanın ormanı sayılır. Kottejlər də pulludur. Minimum 20 manatdan başlayır qiymətlər. 20 manat, 25 manat, 30 manat. Təbii ki, hər bir şey özünüz gətirmək şərtilə. Yox, əgər çay içmək istəyirsinizsə, yemək yemək istəyirsinizsə, o da ayrı bir qiymətdir. Ancaq ən yaxşısı olar ki, özünüzdən yemək gətirəsiniz. Oturup burada özünüz istirahat edəsiniz. Sadəcə yerin pulunu verəsiniz. Məndən olsa deyərdim ki, hətta yerdən xalça gətirəsən, palaz gətirəsən, sərəsən yerdə qəşəng piknik keçirəsən, piknik edəsən. İstirahət. Ormana girəndən çıxana kimi, əvvəldən sona kimi hamısı ayrı-ayrı kafelərdir. Yəni piknik yerləridir. Yəni istəsəz oturub yemək yeyə bilərsiniz burada, ya özünüzdən yemək gətirə bilərsiniz. Yəni belə. Bugünkü gəzinti videomuzun sonuna gəldik dostlar. Ümid edirəm ki, videonu bəyənmisiniz. Bəyəndinizsə kanala abunə olmağı, like etməyi və rəy bildirməyi unutmayın. Hələlik.